Selamlar dostlar, ben Nihat. Biz için Nihat Oyun kanalı tekrardan video çəkirəm. Bu biraz uzun bir video olacaq. Burada Qurban Qurbanovun bilirsiniz ki TVNT yarışında biz udduq. Qarabağ uddu. İnşallah ayın 27-si də turist udaraq. Birincisi mən belə bir şey axlıma gəlir. Bilirsiniz ki futboldan başa çıxanlar birinci yerdə bəzən liqalarda, bilirsiniz ki İngiltərə liqası, Almanya liqası belə oyunlar olur və burada belə bir şey var. Bu liqalarda birinci olan Çempionlar Liqasını, ikinci olan Avropa Liqasını bilirsiniz və üçüncü və dördüncü olan Konferans Liqasına girir və Zirə Nefti Konferans Liqasında da bunu biz bilirik, çox yaxşı bilirəm. Və belə bir şey var, Konferans Liqasında olan Avropa Liqasına qatılanlar, bu belə bilinir. Məsələn, indi ən son keçən il Qarabağın oyunda Qarabağ ümumiyyətlə ikinci olmuşdu. Amma Qarabağı Konferans Liqasına qoydular. O bizim səbəbim, o niyə elədilər onu? Mən də başa düşmədim. Qarabağı Konferans Liqasına qoymaq biraz pisdir. Mən də bilmirəm niyə qoydular. Amma bunu hardan belə bildiyimi deyirsinizsə, mən bunu klublardan başa düşdüm. Məsələn, futbolda Konferans Liqası zaten başım çox çıxmır. Sadəcə Konferans Liqasında oynayan Dinamo Kiyev, biz ki Nefti Konferans Liqasında oynayır. Bunu mən də bilirəm. Siz də tamamı olaraq tam yaxşı da bilirsiniz. Və bura Qurban Qurbanov, niyə biz Qurban Qurbanovun burada bəzi qərarlarına mən belə bəzi insanların Qurban Qurbanovun qərarlarına biraz belə pis baxdığını deyə bilərsiniz. Bu nə deməkdir? Bu ən son bilirsiniz ki TVNT yarışımızda qapıda və Dinamo Kiyevlə yarışımızda qazandı və burada və o vaxt ora canlı gedənlərin heç biri bilmirdi ki qapıda Kohalski yoxdur. Əslində düzdür, bəli, qapıda Kohalski yoxdur, amma Kohalski hələ də kadrodadır, amma gedəyə qoyublar. Bunu indi bir neçə insan indi öyrənə bilər ya da başdan bilir. Bunu mən niyəsə başa düşürəm çalışdım. Sadəcə Qarabağın bu bölümlərdə istədiyi, Qurban Qurbanovun istədiyi belə bir şey var. Təzə gələn qapıçı var. Bizdə təbii adını deyəcəm birazdan. Burada gördüyünüz kimi Dinamo Kiyevlə biz 2-0 qazandıq onu. Bunu Dinamo Kiyevlə də qazandığımıza görə turda keçdik buradan. Və burada görürsünüz ki bəzi qapıçılarımız var. İndi isə qapıçılarım var burada. Nefti birincidir. Bütün ümumiyyətcə birincidir Nefti. Azərbaycan liqasında deyəsən bu. Azərbaycan liqasında bu birincidir Nefti. Gözlənəmədi və Qarabağ ikincidir. Amma keçən il burada çox qəribə şeylər var. Çünki İmişli burada heç gözləmədiyim reaksiya göstərdi İmişli. Yəni zəif olmasına rağmen çox da qəşəng oynadı. Burada Nefti birincidir, birinci yerdədir. Bütün Azərbaycan liqasında yaxşı düzdür, yaxşı da oynayır. Çünki belə Sabah, Qarabağ kimi, Zirə kimi, belə Qəbələ kimi belə güclü oyuncular arasından çıxa bilməsi o da güclüdür. Amma sadəcə Qarabağ, Sabah, Zirə kimi oyuncuları klubların ötməsi biraz çətindir və bunları ötüb birinciyə çıxmaq həddindən artıq çətindir. Nefti üçün çox gözəldir. Zaten ötməsi gözləyirdim biraz. Çünki bizdən qabaq, ən qabaqdan Nefti oynayırdı bizdən hamıdan qabaq. Nefti Azərbaycan təmsil edirdi həmişə. Və ev oyunlarında da Qarabağ birinci yerdədir. Zaten ev oyunlarında biz hamını artıq yenəcəyik. Bəlkə də indi Kəpəzlə də oynayacağıq. Kəpəzlə də onu birazdan göstərərəm. Hətta Qarabağa girib birazdan göstərəcəm. Burada və səfər, yəni səfər böyük ehtimal başqalarının evinə gedəndə burada İmişli qəribə bir şəkildə ikincidir. Ki İmişli mən oyunlarını görmüşəm. İmişli ara sıra daha çox oynayır. Və Nefti birinci yerdə. Nefti çoxunluqla Nefti ən çox Nefti burada birinci yer tutur. Sizə evdə neçənci yerdə onu bilmirəm. Amma yaxşı, indi sizə oyunçular göstərəcəm. Burada bizim Məhəmməd şuradan mı? Bizə qapıçı lazım. Qapıçı oydu dostlar. Belə qapıçı odur. Mateş, hə.
Burada Zolmitlin Martin var burada. Bunu niye koyup Qurbanov indi deyəcək, yəni zəif qapıcıdır, amma həqiqətən qəşəng bir qapıcıdır. Mən başta biraz hissləndim, ama sonradan başa düşdüm nə üçün qoyacağım Qurbanovun. Baxın, gözəl oyuncudur, qapıcıdan deyir. Avqustun 16-sı 1 metr 89 santim qapıcıdan deyilir. Deməli, bu oyuncunu biz niyə Qurbanov? Çünki təzə qapıcılar oyuna salır ki, yəni oyuna adapte ola bilsinlər. İlk dəfə, yəni bir neçə oyun bunu oyuna bəzən salmasalar, bu oyuncu oyuna adaptasiya edə bilmir. Bəncə mən belə düşünürəm. Qurbanovun fikrinə məncə sayğı duyuram. Yəni indi bir neçə adam deyə bilər ki, niyə belə eləyir? Koxaski daha yaxşıdır. Bunun səbəbi indi çoxunla biz Koxaskini görürük. Koxaski oynayır. Koxaski ən yaxşı qapıcımızdır. Amma sadəcə belə bir şey var. Burada Zolmitlin Martin təzə gəldiyi üçün oyuna adaptasiya olsun, oyunculara adaptasiya olsun və daha yaxşı performans göstərə bilsin deyə məncə Qurbanov belə bir qərar alır. Məncə gözəl bir qərardır. Çünki əgər bilirsiniz ki, ən son biz Sabahla oynayanda orada zaten uduzmuşduq və Koxaski qırmızı kart almışdı. Qırmızı kart oyuna uzaqlaşdırılmışdı və bizim bir qapıcımız var idi. Bu Martin deyildi. Bir dəqiqə. Anamın işini seçdiyim üçün bağışlayın. Deməli, yəni Qurbanovun məsələsi də var. Qurbanovun fikri çox gözəldir. Yəni biz son Sabahla oyunumuzda uzutmuşduq. Yarı finala vəsiqə qazanacaqdıq ki, Koxaski o anda qırmızı kartı aldı. Əgər bəlkə də gol girsəydi, demişdi orada spiker, baxa bilərdiniz. Keçən ilin finala vəsiqə qazanmaq üçün Sabahla Qarabağ 2 əzəl rəqib birləşdi. Ümumiyyətlə bir-birinə oynadı və burada Sabah daha avantajlı səviyyəyə gəlmiş. Çünki bilirsiniz ki, Koxaski ən güclü qapıcı olduğu üçün o adına belə Sabah çətin qol atırdı. Əgər orada demişdi spiker, gol girsəydi bəlkə sarı kart alacaqdı və heyif ki, gol girmədi. Yəni ona görə qırmızı kart aldı burada. Buna görə də bu biraz pis oldu. Desəm penaltı da verdilər mən bildiyimə görə. Neysə, yəni ümumiyyətcə Qurbanov bir də bu xətanın olmaması üçün artıq əvvəl Koxaskini yedeyə alır və öz qapıçılarını, başqa bir qapıçını qoyur ki, oyuna artıq əgər Koxaski nə vaxtsa belə yaralansa, ya da qırmızı kart alsa, yedəkdə güclü bir qapıcı olsun Koxaski kimi. Məncə Qurbanovun qərarı çox gözəldir mənə görə də. Mən əvvəl fikrim biraz qəribə tapmışdım, yəni niyə Koxaski deyil. Amma biraz məntiqli fikirləşəndə məndə qərarını çox sayğıdır, çox məntiqli fikirləşir. Zaten Qurbanovun Neftçiyə girmə qərarı, əslində Qurbanov köhnədən əslində Neftçiyə girmək istəyir, Neftçinin başlandıran, amma Qarabağ nəsib oldu və çox güclü Qarabağı yüksəltdi. Yəni başımızdan əks eləməsə super ağıllı, çox ağıllıdır, çox stratejik düşünür və çox yaxşı takımı elə yaxşı idarə eləyir ki, artıq bizim belə çox qatımız, 2-3 qatımız olan klubları biz yenə bilirik. Məsələn, Frankfurtu axır son saniyədə belə bir qol atıb, Qusa Qurbanlı o qolu atıb, yəni o bizə qazandırdı onu. Sonra başqa Yunanistanın takımı var idi. Başqa Dinamo Kiyev, bəli, o da güclü takımdır. Onu mən qazanmağı çox sevdim. Çünki orada erməni var idi. Erməni Neftçiyə 2 qol atmışdı, erməni. Biz də indi onlara 2 qol atdıq, bəli, 2 qol atdıq Dinamo Kiyevə. Çox Dinamo Kiyev neçə qol atmışdı, bəli, 2 qol. Burada 2-0 göstərilir. Hətta izləyək onu. İzləyək biz onları. Burada izləyə bilərik bunu. Bunun, yəni Qarabağın, bu Qarabağ o seyfizdir bu arada, Qarabağ, Dinamo Kiyev. Like ataq, buradan da bir dənə. Yəni Dinamo Kiyev
çox rahat oynaya bilir. Son lotereyi yaşanan Bir dəqiqə. geriye az avtomobil kaldı. Reklam değil. Son heftelerin Ben bunu reklamını. Medina Bəli burada. boşluğunu doldurabilir mi? Baxın. Medina'nın boşluğunu doldurabilir mi? Bəli, burada Medinadan söz gedir. Bəli, Medina. Kevin Medina. Bu oyundakı ən yaxşı müdafiəçi idi. Amma belə bir şey var. Burada Kevin Medina'nın bəzən böyük səhvləri olmuşdu. Yəni Sabahın oyununda o böyük səhvlər olmuşdu, amma sonradan onu tələfi elədilər oyunçular. Medina'nın yerini kim doldura bilər deyirdisə, onu göstərim. Kevin Medina'nın yerini doldura bilərəm ki, düzdür. Əslində Kevin Medina bizi Napolyondan 2 gol uduzdu, amma özünün risk atıb başına çox güclü bir udar top zərbəsi imişdi. İndi o oyunçu kimdir? O oyunçu kimindir? Göstərəcəm mən sizə oyunçunu sizə. Bəli, burada olmalıdır oyunçu. Budur, bəli. Bu oyunçumuzdur bizim. Bu oyunçu. Gördüyünüz kimi müdafiəçinin mövqeyindedir. Hücumçudur bu. Bu 11, biz 5 nömrə axtarırıq dostlar. 5 nömrə var idi burada, 5 nömrə. Bir dəqiqə, üzürlü sayın. Bizə 5 nömrə o. Mateusz Kohalski buradadır, amma bizə bir dənə takım oyunçu lazımdır. O hardadır? Kevin Medina'nın yerini doldura biləcək bir oyunçu vardı. Buydu mu? Müdafiəçi idi bu. Bu orta sahadır. Bir dəqiqə. Sol cinah müdafiəçisi. Buydu, bəli bu. Bu bir də bu 5 nömrə lazımdır. 5 nömrə. Bu Kevin Medina. Bax, budur. 5 nömrə tapdığımız adam bu. Bəzən müdafiəçi. Bu qardaş adı nədir? Adını tapmalıyam. Adını ver də. Sən adın budur. Bir dəqiqə, 2 dəqiqə gözlüyün. Xahiş edirəm çox. Langa Bruna Kevin Medina kimi siyahidir. Mən bunun haqqında bir şey demirəm. Mən rəngsedici eləməyəcəm. Kevin Medina yaxşı oynayan bir oyunçudur. Hələ də yaxşı oynayır. İndi Kevin Medina o qədər güclüydü, amma keçən ildə çempionluğa yaxın vaxtlarda çox böyük bəzi səhvlər eləmişdi. Bir neçə səhv eləmişdi və buna görə Qurbanovun satmışdı. Bunun biraz pis oldu. Yəni Langa Bruna'dan danışırdılar burada. Langa Bruna'nı Kevin Medina'nın yerini Langa Bruna tuta bilərmi? Bəli, bəlkə. Kiçik bir ehtimal tuta bilər, çünki Kevin Medina kimi müdafiə edir. Çünki istəyirsinizsə TVNT-lə yarışımıza baxaq. TVNT ilə Qarabağ yarışında görə bilirsiniz. Langa Bruna çox gözəl oynadı. Belə həqiqətən də Kevin Medina kimidir. Doldura bilər, bəli. Çox gözəl oyunçudur. Kevin Medina kimidir. Yəni bu sözüm həqiqətən düz deyirəm və ən çox demək istədiyim şey Camilo Duran. Duran ən yaxşı hücumçumuz idi. Hələ də elədir. Amma onu satdıqdan sonra Qarabağ bir zəiflədi. Sonradan yenə qalxındı. Və hamısı bu kadro. Bizim bu kadromuz çox güclüdür. Və bizdə 3 dənə qapıçı var. Və bizdə 3 dənə qapıçımız var. 3 dənə qapıçımız var. Ən axırdan Mateusz Kohalski ən yaxşısımızdır. Bizim ən zəif qapıcımız gedək axıra. Bəli. Məhəmmədliyev Şarüddin. Məhəmmədliyev Şarüddindir deyirsən. Məhəmmədliyev düz oxumuşam. Məhəmmədliyev Şarüddindir. Bu Mateusz Kohalski Sabahla ev oyununda Sabahın biz evə getmişdik. Orada uduzduq. Öz evimizdə amma 3-3 bərabərə qalmışdı o heç. Burada o çox biraz qəribə pis qapıçıydı biraz. Pis qapıçı deməyim. Biraz pis oynadı orada biraz. Yəni bu mən eleştirmirəm. Sadəcə mənim öz fikirlərimdir. Bu sizin də fikriniz ola bilər. Mən öz fikirlərimi deyirəm burada. Yəni sizin fikriniz başqa, mənim fikrim başqa. Mən belə düşünürəm. Mən burada
öz fikirlərimi düşünürəm. Yəni mən belə düşünürəm ümumiyyətcə. Yəni Qarabağın ən zəif qapıçılarının bəlkə də biri bu, bəlkə biraz zəifdir, amma ən güclüsü Mateusz Kowalski, ikinci yerdən də adı yandan çıxır qanı. Zlo Martin deyəcəm buna. Martindir, ikinci yerdən gəlir. Yəni qəşəng qapıçıdır. Kowalski də yaxşı qapıçıdır. Yəni hər qapıçımız yaxşıdır. İndi biz bütün keçək bütündə Neftçi. Neftçinin qazanma, biz indi Qarabağdan danışıram. İndi Neftçidən danışıram bir dəfə. Neftçi ümumiyyətcə bizi qabaqdan ümumiyyətcə Azərbaycanı təmsil edirdi. Bu Neftçinin gücü zaten bəllidir, amma Dinamo Kiyevlə oyunu biraz pis idi. Yəni insanlar eleştirdi Neftçini, amma bu il birinciyi tutmaq çox belə onlara nəsib oldu sanki. Çox rahat ona və biz indi oyunlara baxsaq Şamaxını 3-1 udmuşuq. Dinamo Kiyevi 1-0 udmuşuq. Və sadəcə oyunumuz Kəpəzləndir. Bu Kəpəz güclüdür bəli, çünki bizi 2-0 udmuşdan son keçən il. Əslində Qarabağın zəiflədiyi an keçən il idi biraz. Oyunun axırlarına qarşı çox zəifləmişdi. Səbəbi mən də bilmirəm. Və məsələn yenə Dinamo Kiyevlə 27 avqustda yenə yarışacağıq. Ondan sonra da Sumqayıt ilə yarışacağıq. Bundan başqa mən bilmirəm daha artıq. Yəni artıq çoxlu yarışımız olacaq. Yəni deyədə onu. Deşə çox yarışımız olacaq. Bir də gözləyə bilərsiniz. Bu arada dediyim kimi Qarabağın oyunları olacaq və belə bir şey dedim. Burada Twente belə qəşəng və çox güclü bir klubdur. Və burada Twente-nin oyunlarımıza baxdığımızda gördüyünüz kimi bu bizim kadro, bu bizim ilk avqust oyunumuz. Bu bizim 2-1'lik məğlubiyyətimiz. Burada isə biz qazanmışıq. İlk oyunda biz qazanmışıq. Bu neçənci ildir? Bu FK 2025. Burada mən bunu başa düşmədim. Burada 2-1, 21 iyul, burada da 11 iyul. 11 iyulda seçilib. Orada belə bir şey, bu başa düşmədim. Bu böyle hansı belə qeyri-dəqiq deyirlər, amma böyük ehtimal hesab, yəni bilmirəm burada hesab nədir, amma böyük ehtimal ikimiz də burada bərabərə qalmışıq. Və burada artıq biz turu keçdik və son qarşılaşmaya qaldıq. Bu qarşılaşmaya uçsaq, sadəcə rəqibimizi səbirsizliklə gözləyirəm mən. O rəqibimizi də inşallah udarıq. Artıq Qarabağın konferans liqasındakı kupanı əgər evə gətirsə öz evimizə, Azərbaycana ilk dəfə konferans, xarici liqadan bir kupa gələcək. Əgər gətirsə. Çox gözəl olar, həqiqi mənə çox gözəl olar. Qürur duyarım Qarabağdan, yəni. Çempionlar Liqasında bacaramadı. Zaten Çempionlar Liqasında Sabah belə bacaranmaz. Yəni, həqiqdən pis sözlə demirəm. Sabah heç cür bacaranmaz. Çempionlar Liqasında heç cür. Sabahın bizi udmuş olması, bizim göstərimiz performansı belə Çempionlar Liqasında heç olamıyor. Çünki Çempionlar Liqasında üst səviyyədə oyuncular oynanır. Zaten finalda Zirəni çox çətin uddu. Zirəni o qədər çətin udursa Zirəni. Zaten Qarabağın udması imkansız. Qarabağın udması çətindir. Mən belə bilirəm. Sadəcə bəlkə Qarabağ avans vermiş ola bilər. Elə bilmirəm, amma məncə verilməmiş də ola bilər. Çünki nə bilim, mən belə düşünürəm. Neyse, amma böyük ehtimal 27 avqustda inşallah deyirəm uda bilərik. Mənim də Qarabağ haqqında düşüncələrim bu oldu. Mən Qurban Qurbanovun transferləri haqqında danışdım, belə qapıçı haqqında danışdım. Yəni mənim düşüncələrim bunlardır. Yəni sizin düşüncələriniz nədir? Yəni, deyə bilərsiniz. Buradan sağ olun, salamat qalın deyirəm. Və İrəmimizdəki həm Kəpəz oyununa, həm də artıq UEFA Konferans Liqasına Twente-yi təşədən gözləyirik. İnşallah yenə də qazanarıq. Bu bağlıdır Qarabağın oynayışından. Sağ olun, salamat qalın. Bay bay.